Verilmiş alqoritm nəyi tapır? Görürsünüz ki, burada bizdə blok sxemdə təsvir olunmuş bir dövri alqoritmimiz var. Və bizdən sualda istəyir ki, bu alqoritmin təyinatı nədir və nəticədə hansı qiyməti tapır? Baxaq, əvvəlcə eləyərik. Ardıcıl şəkildə hesablamaq üçün x, y formada yazaq və qiymətlərini alt-alta yazaq. 100 və 125. Dəyişdikcə də nə edəcəyik? Aşağı istiqamətdə bunların qiymətlərini yazacağıq. Və burada bir xətt çəkək və dövrü başladıq. İlk dövrün başlatma şərti nədir bizdə? X, y-dən fərqli olmalıdır. Yəni, x, y-dən fərqlidirsə, dövrümüz icra olunur. Və ilk gördüyü operatorda, yəni ki, blok nədir bizdə? Yenə şərt blokudur və şərtdə deyir ki, x, y-dən böyükdürsə, x-dan y-ə çıx. Yox, əksidirsə, y-dən x-ə çıx. Yəni ki, burada nə deyir bizə? Böyük olandan kiçiyi çıxmalıyıq. İndi gələm şərtə. X, y-dən böyükdürmü? Xeyr, böyük deyil. O səbəbdən yox qoluna gedirəm və y-dən x-ə çıxıram. Y-dən x-ə çıxdıqda, yəni 125-dən 100-ü çıxdıqda neçə edir? 25 edir və x olduğu kimi qalır. Növbəti addıma gəlirəm, yəni yenidən əvvələ qayıdıram və x, y-dən fərqli olduğu üçün bir daha dövrü işə salıram. Və x, y-dən böyükdürmü şərtini yoxlayıram. Böyük olduğu üçün hə qoluna gedirəm və x-dan y-ə çıxıram. X-dan y-ə çıxdıqda 75 qiymətini alıram və y olduğu kimi saxlayıram. Yenidən şərtin əvvəlinə gəlirik və bunlar yenidən fərqli olduğu üçün dövrü başladıram. X, y-dən böyük olduğu üçün hə qoluna gedirəm və x-dan bir daha y-ə çıxıram və x-in yeni qiymətini 50 olaraq təyin edirəm və y-in qiymətini 25 olaraq saxlayıram. Daha sonra yenidən əvvələ qayıdıram, fərqli olduğu üçün dövrü başladıram və x, y-dən böyük olduğu üçün bir daha x-dan y-ə çıxıram və qiyməti 25 olaraq təyin edirəm, y-də 25 olaraq saxlayıram. Və bu səfər dövrün əvvəlinə qayıtdıqda bizdəki şərt nə idi? Bunlar bir-birindən fərqli olmalıdır dövr işə düşməsi üçün. Fərqlidirmi? Deyil, bərabərdir. Bu səbəbdən mən bu səfər yox qoluna gedirəm və yekun nəticə olaraq nə tapıram? Yekun nəticə olaraq hər ikisini 25 tapıram. İndi bu bizdə nəyi tapır? Baxın, bunlar bizdə 3500 illik Evklid alqoritminin bir formasıdır. Və Evklid alqoritminin bu forması bizdə əbobu tapır. Həqiqətən baxsaq 100 və 125 ədədinin əbobunu hesablasaq, bizə nəyi verir? 25 ədədini verir. Bu sualın da nəticəsi bizdə 25 olduğundan və əbobu tapdığından cavabımız burada C variantı 2 ədədin əbobunu hesablayır və nəticəsi 25 olacaq olan cavabımızdır.